Salam, hər birinizi xoş gördük. Lənkəran rayon Yuxarı Növbəti kənd Mais Mirzəcanov adına tam orta ümumi təhsil məktəbinin radio qovşağı efirdədir. Aparıcınız mən 6A sinif şagirdi Qurbanlı Nuray. Bugün vətən torpaqları uğrunda canlarını fəda etmiş iki qəhrəmanımızın doğum gününə təsadüf edir. Hər gün təqvim sayılsa da tarixə çevrilə bilmir. Təəssüf ki, tarixə çevrilən günlərin hamısı qəhrəmanlıq, qələbə dolu sevincli günlər deyil. Elə günlər var ki, bəzən onun ağrısı bir milləti sarsıtsa da bir tarix olaraq əbədi qalır. Xalqımızın tarixində belə günlər yetərincədir. Kəlbəcərin Susuzluq kəndindən gələn acı xəbər nəinki bizi, eləcə də bütün media dünyasını sarsıtdı. Peşə fəaliyyəti ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan avtomobilin Susuzluq kəndi istiqamətində iyunun 4-də saat 11 radələrində tank əleyhinə minaya düşməsi nəticəsində jurnalist Məhərrəm İbrahimov, Azərbaycan televiziyasının operatoru Sirac Abuşov və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak oldular. Həyatsevər və nikbin, peşəsinə qəlbən bağlı, vətənpərvər ruhlu jurnalist olan Məhərrəm İbrahimov 44 günlük vətən müharibəsinin ilk günündə cəbhəyanı bölgələrə ezam edilmişdi. O, düşmən atəşi nəticəsində dağılmış evlərə, obyektlərə gedir, hadisə yerindən xəbərlər, reportajlar hazırlayıb göndərirdi. Daim qaynar nöqtələrə, hadisələrin mərkəzində olmağa can atan Məhərrəmin sorağı Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər bölgələrdən gəlirdi. Hərbi jurnalist kimi üzərinə düşəni lazımınca yerinə yetirən həmkarımız dəfələrlə elin ən yaxşı əməkdaş adına layiq görülmüşdü. Eləcə də Azərbaycan sərhəd mühafizəsinin 100 illiyi səfərbərlik və hərbi xidməti çağırış üzrə dövlətə xidmət tərəfindən hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə medalları ilə təltif olunmuşdu. Ən yüksək mükafatını isə ölümündən sonra aldı 3-cü dərəcəli vətənə xidmətə görə ordenini. Vətən müharibəsindən sonra Məhərrəm İbrahimov yenə də Qarabağa tələsildi. Erməni vandallarının viran qoyduğu qədim yurd yerlərimizi jurnalist həmkarları ilə birlikdə kənd-bəkənd gəzib dağıntıları ilə alır, tarixə çevirirdi ki, onları törətdiyi dəhşətlərdən gələcək nəsillər də xəbər tutsun. Müharibədən sonra da hərbi formanı əynindən çıxarmayan Məhərrəm Əlioğlu beləcə şəhadətə ucaldı. O, 2-ci Qarabağ Savaşının ilk şəhid jurnalisti oldu. Məhərrəmin də daxil olduğu çəkiliş qrupunun gördüyü işin mahiyyəti və miqyası o qədər böyük və əhəmiyyətlidir ki, onun dəyərini tarixi özü verəcək. Məhərrəm Əlioğlu İbrahimov 1982-ci il aprelin 16-sında anadan olub. 1989-cu ildə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində 100 nömrəli orta məktəbin 1-ci sinifində gedir. 1999-cu ildə orta məktəbi bitirərək Ali İctimai Siyasi Kollecin Jurnalistika fakültəsinə daxil olub. 2003-cü ildə ali məktəbi bitirib və həqiqi hərbi xidmətə yollanıb. O, müxbir kimi əmək fəaliyyətinə başlayanda cəmi 22 yaşı vardı. Məhərrəm Əlioğlu 17 il ərzində zəngin, maraqlı və qaynar bir jurnalist və bir əsgər ömrü yaşadı. 2 oğul atası olan Məhərrəmin qismətinə cəmi 39 bahar yaşamaq düşdü. Onun bir ata kimi övladları Uğur və Toğrulla bağlı böyük arzuları vardı. Hamısı yarımçıq qaldı. Onların əlindən tutub məktəbə, özü ilə azad Qarabağa, doğma vətən torpağına apara bilmədi. Ölüm fiziki, cismani həyatın sonu olsa da şəhidlər üçün belə deyil. Şəhidlər torpağı baş qoyan gün yenidən doğulurlar. Tarix, vətən, torpaq üçün, gələcək nəsillərə bir ölməzlik dərsi üçün. Rizvan Rəhmanoğlu Teymurov 1967-ci ilin aprel ayının 16-sında Şuşa rayonunun Quşdular kəndində Ziyalı ailəsində doğulmuşdur. 1984-cü ildə doğma kəndində orta məktəbi bitirdikdən sonra bir il sovxozda işləmişdir. 1985-ci ildə Rizvan Teymurov ordu sıralarına çalışmış,
əskəri xidmətini Omsk şəhərinə başa vurduqdan sonra vətənə dönmüşdü. 1987-ci ildə Rizvan Teymurov iş dalınca Rusiyanın Arxangelsk vilayətinə gedir. Lakin torpaq qeyrəti 1990-cı ildə onu yenidən vətənə dönməyə vadar edir. Rizvan Teymurov bir müddət doğma rayonunda iaşə xidməti sayəsində işləyir. Rizvan Teymurov Qarabağ torpağına qarış-qarış gəzmişdi. O Xankəndi, Kərkicahan ətrafındakı döyüşlərdə rəşadətlə vuruşmuşdur. 1991-ci ilin dekabr ayının 9-da gecə erməni yaraqlıqları Xankəndi, Kərkicahan ətrafında dəfədən əskərlərimiz üzərinə hücuma keçmişdilər. Bu döyüşdə Rizvan Teymurov öz döyüş dostları ilə birlikdə çoxlu sayda erməni faşistini məhv etdi və özü də qəhrəmancasına şəhid oldu. Azərbaycan Respublikasının prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 sayılı fərmanı ilə Teymurov Rizvan Rəhmanovuna ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı adı verilmişdir. Rizvan Teymurov Şuşa rayonu Quşçular kəndində dəfn edilmişdir. Bakının Nizami rayonunda küçələrdən biri qəhrəmanın adını daşıyır. Dəyərli radio dinləyicilərimiz, bizə ayrılan efirin sonuna yaxınlaşdı. Gələn efirlərdə görüşənədək sağ olun, salamat qalın.